Uşağının qurdu var, dişin qıcıyır, ağzından pis qoxu gəlir, iştahsızdır, əsəbidir, onda mənə diqqətlə qulaq as. Sənə heç bir dərmandan istifadə etmədən tam təbii yolla qurd və parazitlərə cəmi 3 günə son qoyan məşhur qarışımım haqqında danışsam. Amma əvvəlcə ekrandakı ağrıya toxun, qırmızı rəngi olsun, profilin üzərindəki pil işarəsinə toxun və videonu kayd elə, mənə diqqətlə qulaq as. Çox paylaşmışam, yenə deyirəm. 5 diş sarımsaq götürürsən, əzirsən, üstünə 200 ml bir stəkan qaynar süd əlavə edib 20-25 dəqiqə dəmlədirsən. Dəmlədikdən sonra həmin sütü süzürsən, süzdüyün sütü gözləyirsən ilıq vəziyyətə gəlsin, soğusun. Soğuyandan sonra o sütü 3 yerə bölüb, bir stəkan sütü 3 yerə bölüb gündə 3 dəfə, səhər, günorta, axşam yeməkdən yarım saat əvvəl asta qurtumlarla verirsən. Bağırsağında nə qədər qurd var, parazit var, istər uşaq, istər böyük, hamısını töküb gətirəcək, bağırsaqları edəcək gül kimi. Videonu hər kəslə paylaş və məni mütləq takip et ki, sağlamlığının qeydinə qalan, nəzzacın baloqlanla hər zaman sağlam qalasın.